Payızın gəlişi narın yağış və soyuq küləklə hiss edilir. İstilik isə mənzillərə bir neçə müddət sonra veriləcək. Bəs görəsən paytaxt sakinləri mənzillərini bu dəyişkən havalarda necə hiss edirlər? Təbii ki, özümüzün öz alternativ variantlarımızla, radiatorla və yaxud da ki, kondisionerin istiliyi ilə belə halda qızdırırıq evimizi. Hələlik ehtiyac yoxdur. Mənim evimdə həmişə istilik olur. Əgər belə fövqəladə bir hadisə baş versə, yəqin ki, kondisionerlə. Göründüyü kimi paytaxt sakinləri artıq illərdir eyni vəziyyətlə qarşılaşdıqları üçün əvvəlcədən hazırlıqlarını görüblər. Bəs görəsən əhalinin alternativ variantlar axtarmaması üçün istilik müəyyən edilmiş vaxtdan daha əvvəl verilə bilərmi? Məsələ ilə bağlı Azər İstilik Təchizat Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Ölkənin 14 dağlıq və dağətəyi rayon və şəhərlərində mövsüm noyabrın 1-i başlayır. Bu ildə noyabrın 15-də bütün respublika üzrə isti mövsümünün başlayacaq. Hazırda payız-qış mövsümünə hazırlıq işləri həyata keçirilir. Mövsümün bəzən vaxtından əvvəl başlama ehtimalına hələ ki perspektivdə belə bir hal yoxdur. Yəni 20 gün sonra hava necə olacaq vaxtda indidən demək tezdir. Amma Azəristlik Təchizat Açıq Səhmdar Cəmiyyətinin təcrübəsində var ki, havalar çox kəskin soyuq keçdiyi halda ya mövsüm əvvələ çəkilir bir neçə gün əvvəl və yaxud uzadılır. Mütəxəssislərin fikrincə istilik mövsümü ilə bağlı vaxtın təyin edilməsi təsadüfi deyil. Qış rejiminə keçid hər bir ölkənin iqliminə uyğun müəyyən olunur. Samir Hacıyev, Zahir Zahidoğlu, Mehin Hacıyeva, ASTV Xəbər.